Hörmətli xanımlar və cənablar, xoş gördük sizləri, hər vaxtınız xeyir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərinin təqdimatında Qarayev sənətinin ildırımlı izləri ilə adlı konsertimizə başlayırıq. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri, xor və rəqs kollektivi. Rəqs kollektivinin bədii rəhbəri əməkdar artist Tamilla Əliyeva. Orkestr və xor kollektivinin bədii rəhbəri dirijoru Nigar Cavadova. Konsertmeister Mətanət Nurullayeva. Dmitri Shostakovich, 2 nömrəli vals. Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlarımız, əziz musiqi sevərlər, hər birinizi xoş gördük bugünkü konsertimizdə. 5 fevral Azərbaycan mədəniyyəti üçün unudulmaz və əlamətdar bir tarix. Böyük şəxsiyyət və bəstəkar
Qarayevin doğum günü. Bugün bir çox təhsil və mədəniyyət ocaqlarında, konsert salonlarında bu böyük bəstəkarın şəxsiyyətin duhasının işığına toplanmış musiqi sevərlər və musiqi ictimaiyyəti. Musiqi tariximizə daxil olmuş Qarayev portretinə bugün bir daha nəzər salacaq. Lakin xalqımızın böyük sənətkarı Qara Qarayev siması, onun yaradıcılığı və Azərbaycan musiqisinə etdiyi töhfələr haqqında nə qədər danışsaq da kifayət etmir. Qara Qarayev möhtəşəm, dərin, mistik bir şəxsiyyət və eyni zamanda daim müasirliyin və mütərəqqi sənətin təcəssümü olmuşdur. Bənzərsiz müəllim, yorulmaz ictimai xadim Qara Qarayevin yaradıcılıq irsi həmişə diqqət mərkəzindədir. Dahi Üzeyir Hacıbəyli ilə yanaşı, Azərbaycan musiqisinin tarixi səhifələri Qara Qarayevin adı ilə bağlıdır. Bu mənadan Azərbaycan musiqi sənətinin tarixi inkişafını iki dahi şəxsiyyətin adı ilə iki mərhələyə bölsək, səhv etmərik. Azərbaycan musiqi mədəniyyətinin klassiki, Azərbaycan professional musiqisinin yaradıcısı, milli sənətimizin tarixində əsas rol oynamış Üzeyir Hacıbəyli və musiqi sənətimizdə yeni səhifələr açmış müasir bəstəkarlıq məktəbinin yaradıcısı Qara Qarayev. Üzeyir Hacıbəylidən sonra realist sənətkar, filosof sənətkar Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinə rəhbərlik etmişdir. O, bu rəhbərliyi özünün hərtərəfli və tükənməz istedadı, professionallıq, incə intellektuallıq, ensiklopedik biliyi sayəsində etmiş. Fərəc Qarayevin qeyd etdiyi kimi, Üzeyir Hacıbəyev olmasaydı, Azərbaycan bəstəkarlıq məktəbi yarana bilməzdi və Qara Qarayev olmasaydı, Azərbaycan bəstəkarlıq məktəbi inkişaf edə bilməzdi. Onlar Azərbaycan musiqisinin vahid strateji xəttini müəyyən etmişlər. Qara Qarayevin novator nailiyyətləri, bədii prinsipiallığı, onun əhəmiyyətli fərdiliyinin bütün təkrar olunmaz yüksək xüsusiyyətləri yeni bəstəkar nəslinin formalaşmasında böyük təsir göstərmişdir. Keçmiş və müasir Avropa bəstəkarlıq məktəbinin ən əsas laylarını Azərbaycan musiqisində cəmləşdirərək inkişaf etdirib zənginləşdirmişdir. Bütün dahi bəstəkarlar kimi Qara Qarayev də öz yaradıcılığında hamar salınmış cığırla getməmiş, həmişə irəli can atmış, yeniliklər axtarmış və musiqimizin tərəqqisi yolunda daim çalışmışdır. Onun yaradıcılığının digər mühüm cəhəti öz zəmanəsinin carçısı olmaq meylidir. Qarayev musiqisi böyük düşüncənin gerçək, emosional cəhətdən güclü və əsl sənətkar ifadəsidir. Azərbaycan bəstəkarlıq məktəbinin yüksəlməsində və dünyaya tanınmasında Qara Qarayev mühüm rol oynamış və bir müəllim kimi də böyük bəstəkarlar nəsli yetişdirmişdir. Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətində yerini tam şəkildə qiymətləndirmək üçün onun nəhəng musiqiçi, ictimaiyyətçi, maarifçilik və pedaqoji fəaliyyətini də qeyd etmək lazımdır. Qara Qarayev çox gözəl pedaqoq idi. O, Azərbaycan bəstəkarlıq məktəbinin şərəfini yüksəkdə saxlayan və saxlayacaq da tələbələr yetişdirmişdir. Bunların siyahısında Hacı Xan Məmmədov, Rauf Hacıyev, Elza İbrahimova, Arif Məlikov, Vasif Adgözəlov, Oqtay Zülfüqarov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Musa Mirzəyev, Firəngiz Əlizadə, öz oğlu Fərəc Qarayev bu siyahını davam etdirmək də olar. Və bir çox məşhur bəstəkarlar ondan hərtərəfli bəhrələnmiş, onun təsiri altında formalaşmış və hal-hazırda fərdi nəslin tanınmasında əməyi olmuş bəstəkarlardır. Qara Qarayev intellektuallığa yərlənmiş, özünün dünya aləmini yaratmış şəxsiyyətlərdən biridir. Onun əsərləri ilə o öz avtoportretini çəkmişdir. Bəli, Qara Qarayev, onun əbədiliyi və musiqisi haqqında nə qədər danışsaq da yenə də azdır. Dahi Qara Qarayev üçün sənət əbədi yenilik axtarışıdır. O, belə bir fikir söyləmişdir. Ümumiyyətlə, incə sənət məhdudiyyətsiz ola bilməz. Bəstəkarın, onun yaradıcılığının böyük gücü və bədii əhəmiyyəti həyat həqiqətlərinə, tərəqqiyə, humanist fikirlərə, novatorluğa sadiq qalmasındadır. Qara Qarayev müasir mərhələdə
Azərbaycan musiqisinin inkişafını qabaqcadan müəyyən etmiş və onun yüksək bədii və professional səviyyəsini təmin etmiş sənətkarlardandır. 1982-ci ildən bəri Qara Qarayev bizdən ayrılıb tarixə çəkilsə də, yenə də bu dahi şəxsiyyətin bizim yaddaşımızda novator, bəstəkar və eləcə də gənclik simvolu kimi qalacaq. Qara Qarayev keçmiş və bugünümüzün, eləcə də gələcəyimizin bəstəkar klassikidir. Bugün bizim konsertimizdə Qara Qarayevin əsərləri səslənəcək və biz bir daha onun ecazkar musiqisinə qərq olub Qarayev dünyasına boylanacağıq və bu əsərləri sizə təqdim edəcək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərindən ibarət heyət. İndi isə, əziz qonaqlar, keçid edirik musiqili hissəmizə. İldırımlı Yollarla baletindən Ehtiraslı Qızın rəqsi. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera orkestri. Bədii rəhbər Nigar Cavadova. Tarda ifa edir 8-ci sinif şagirdi Fərhad Nurayev. Müşayiət edir Malik Qədimzadə. Müəllim Nəbi Quliyev. Qara Qarayev yeni dövrdə Azərbaycan musiqisini yeni mərhələyə qaldırmış və Qara Qarayev və onun yetişdirmələri Azərbaycan musiqimizi dünya miqyasında çox belə tanıtdılar. Hər dərs bir imtahan idi. Biz o dərsə yerə gedib və sanki bir bayramdır bizim üçün. Qarayev ümumiyyətlə həmişə döyüşkən insan olub, həmişə o qarşısına qoyduğu məqsədləri doğru inamla addımlayır, geriyə heç vaxt çəkilməyib. Qara müəllim daha çox və daha böyük əsərlər yaza bilər. Əgər onun birinci demək ictimai işinə biraz nisbətən az fikir versəydi və müəllim işinə bəlkə də biraz az fikir versəydi. Çox gözəl bir belə sitatı var, yəni o belə bir insanlar da gəmilər kimidir. Bəzi gəmilər deyir, axir bir buxtada dayanıb öz səyahətlərini gözləyirlər. Başqa gəmilər isə həmişə tufanda öz yollarını okeanda, o böyük okeanda, nəhəng okeanda tapmaq istəyirlər. Və bu insanlar mənə daha yaxındır. Və o özü də belə bir gəmi idi ki, həmişə tufan, həmişə yenilik, həmişə belə kəşflər edən bir insan. Belə düşünürəm ki, onun yazdığı hər bir səhifə dünya musiqisinə bir töhfədir. Ona görə ki, onun heç
bir dənədən düşünülməmiş kağız üzərinə gəlir. Qara Qarayev o qədər sadə, o qədər səmimi, o qədər təmiz insan idi ki, bilirsiniz, onunla bir dəfə söhbət edən insan sanki onun belə tilsiminə düşürdü. Mənim atam bir dəfə o Qara Qarayevlə söhbət edirəm, artıq elə Qara Qarayev haqqında söhbət edirdi. Mənə bir dəfə dedi ki, sən dahi insanla təmasdasan. Hər dəfə dərsdən gələndən sonra otur, o dərs haqqında yaz. Nə bilir, necə dərs keçdi. Mən də buna riayət etdim və mən çox sevinirəm ki, doğrudan da çox gözəl tövsiyə idi. Və bu tövsiyələr üzərində, mənim o gündəlik üzərində mən sonra bu kitabı yazdım, hər şeyi gətirdim. Dövr olub. Bir dəfə Moskva konservatoriyasını bitirib Bakıya qayıdandan sonra müəllimlik fəaliyyətini başladı. Bəstəkarlıqdan dərs deyildi və onun çox belə təlatümlü məktubu var Şostakoviçə ki, mən sənətdə özümü elə bir itirmişəm. Bilmirəm neyim, insanlar belə bir məni başa düşmürlər. Yəqin ki, mən bu vəziyyətdən çıxa bilməsəm, gələcək talihim barədə və sənətim barədə ciddi düşünməli olacam. Şostakoviç isə ona məsləhət verdi ki, kvartet yazsın. Bir sayılı kvarteti bitirilmişdi, 2 sayılı kvarteti 47-ci ildə yazır. Очень радовался, афиши в городе были, 7 красавиц, 7 красавиц. Он очень радовался, гордился, потому что он до последних лет говорил отцу, что слушай, брось эту музыку, я тебе хорошую специальность дам, пойдешь врачом будешь, ешь музыку. Это несерьезно. А уже когда увидел эти афиши, уже он бабушке сказал, что Сома, наверное, из него все-таки что-нибудь получится. Давай оставим в покое, пусть останется своей музыкой. Потом 7 красавиц поставили в Ленинграде, я помню, то ли в журнале «Советская музыка», то ли в каком-то газете, в периодическом издании была карточка, значит, и было написано, не карточка, рисунок такой шутливый, 14 красавиц. Ленинград с одной стороны, с другой стороны Баку. И отец был вот так вот повернут к Ленинграду, и все обижались, почему ничего такого не такое, к Ленинграду повернут. Ну, в шутку, вот так вот. 9 лет было. Ну, я уже хорошо, конечно, все помню. Гамар Ханум танцевала, молодая Викилова танцевала. Oyun ifa edir 3-cü sinif şagirdi Leyla Əliyeva, müəllim Vəfa Əhmədova.
Yıldırımlı Yollarla baletinden 4-cü pərdədən Koda. İfa edir 4-cü sinif şagirdi Əli Nurullayev, müəllim Ramiz Sirdiməliyev, konsertmeyster Mətanət Nurullayeva. Ad günü marşı ifa edir 2-ci sinif şagirdi Əminə Nağıyeva, müəllim Aynur Rüstəmova.
7 Gözəl baletindən Hind gözəlinin rəqsi ifa edir 9-cu sinif şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı Nazənin Məmmədli, müəllim Şahnaz Muradova, konsertmeyster Sevinç Kərimova. Xoreografik rəqs 5-ci sinif şagirdi Mehbarə xanım Əsədova, müəllim əməkdar artist Tamilla Əliyeva. Zərb alətində müşayiət edir Yusif Əlizadə. Yedi Gözəl baletindən Mənzər ilə Bəhramın Güləşmə rəqsi ifa edir 6-cı sinif şagirdi Safiyə Aşırova, müəllim Dilarə Bağırova. Don Kixot simfonik gravürlərindən Səyahət ifa edir 10-cu sinif şagirdi Dəniz Qocayeva, müəllim əməkdar artist Vaxtang İmanov,
Konsertmeister Gülnaz Eldarlı. Хорошо, когда детям поют. Обязательно надо петь. Тра-ля-ля, тра-ля-ля, тра-ля-ля-ля, тра-ля-ля-ля. Это играли. Все время оркестр играет. Проходит по городу, играют этот оркестр. Марш. Как только он услышит, мне делает. Я беру его, вы уже видите, да, как бывает с ребенком. Я уже беру на балкон и стою, он слушает. Потом заходит, уже молчит, только он мне не говорит, что он уже запомнил кое-что. Она берет его. Я была в гостях у бабули. Это еще девочкой была. И я, значит, с ребенком прихожу к ним в гости. В это время смотрю, Женя, дайте мне его, она обожала его просто. Пошла она, в это время бежит обратно и кричит: «Пальчик, пальчик, Карик поет». Что ты говоришь? Какой вы, что поет? Вот ты послушай. А ты сказала тогда ему, Анатом тоже ее любил. И говорит: Карик, а ну-ка ты нам запой. Он начал говорить: ля-ля-ля, 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 ля-ля-ля. Как он это сделал, я обалдела. Нет, это не может быть. Чудо. Когда я почувствовала, что Карику 1,5 года уже, он начал петь «Эх, яблочко», и начал петь «Чижик-пижик». Почему? Потому что я играла на пианино для него. И перед сном всегда пела ему песенки. Он любил страшно: «Мама, пой,
Вот. И вот я помню, что он страшно любил песни. И это очень хорошо, когда детям поют. Обязательно надо петь. Пение страшно развивает у детей этот слух. И вот представьте, после 6, когда я увидел, что я могу не дать того, что нужно, я его отдала той учительнице, где я училась в техникуме, Черняховской. И эта Черняховская устроила вечер. Им было 7 лет или 8 лет, когда он выступил в 4 руки, и когда он выступил, это самое, с родительницей сидели, мы концерт устраивали каждый раз. Стали все хлопать ему, и все, Карик. Он бросился на меня и говорит, мамочка. Я его поцеловала, я помню, я прослезилась. Позвонила дедушке, дедушка очень был за музыку, а папа был против. И я звонила, папа, он только что с концерта, ты знаешь, как успешно? Ничего, подождите, через несколько лет у него будут афиши на стенах. Дедушка сказал. А потом, когда ему было лет 8-10, по-моему, уже он был школьником, спасибо, не беспокойся, уже школьником был, я его определила в школу. И там же Зеев подала уже, он же там был прям в бок. Когда я вела его в музыку туда, в это время Зеев проходит и говорит, ага, Sonay Hanım, оказывается, senin yaxşı kompozitör oğlun da var. Deyirəm, oy, Üzeyir Bey, yani böyle olabilir. Yok, olacak. Bu kompozitör olar. ...24 prelüd silsiləsindən bir nömrəli prelüd. İfa edir 7-ci sinif şagirdi Zümrüd Məmmədova, müəllim Gülçin Aslanova. Yedi Gözəl baletindən Ayşənin rəqsi. Çıxış edir 4-cü sinif şagirdi Solmaz Babayeva, müəllim Səbinə İsmailova.
24 prelüd silsiləsindən 3 nömrəli və 7 nömrəli prelüd. İfa edir Respublika və Beynəlxalq Müsabiqələr laureatı 11-ci sinif şagirdi Malik Qədimzadə, müəllim, əməkdar artist Nigar Məlikova. Bir musiqiçi kimi Qara Qarayevi hamı üçün istəkli edən nədir? Hər şeydən öncə onun misilsiz fitri istedadı, yüksək səviyyəli sənətkarlığı, ömrü boyu bütün gücünü musiqi sənətinə, yaradıcılığa vermək hazırlığı və eyni zamanda sadılanlara analitik, araşdırıcı, dəyərləndirici yanaşma bacarığı. Sənətkarın oğlu Fərəc Qarayev xatirələrində deyir: Atam işləyəndə evdə tam sakitlik yaradırdıq. Onun işləməyi yalnız royal arxasında yeni əsər üzərində çalışmaqdan ibarət deyildi. Hər yeni əsərə qədər o xeyli müddət düşünürdü. Atam bizə öyüd nəsihətlə deyil, şəxsi və yaradıcı keyfiyyətləri ilə, nümunəsi ilə tərbiyə verirdi. Qarayev böyük intellektual idi. İntellekt onun şəxsiyyətinin ən vacib keyfiyyətləri idi. O hərtərəfli erudisiyaya malik idi. Nəinki musiqi, eləcə də ədəbiyyat və incəsənət, hətta fəlsəfə, riyaziyyat, nisbilik nəzəriyyəsi və sair sahələr də onun güclü maraq dairəsində idi. Tələbələrinin dediyinə görə o, Qurani Kərimi yaxşı bilirdi və söhbətlərində həmişə ondan misallar gətirərdi. Hobbi kimi fotoqrafiya sənəti ilə də məşğul olurdu. Hər tərəfli və müdrik insan idi. Qarayevin müasirləri deyirdi ki, onunla hər bir sahə haqqında danışmaq mümkün idi. Onun hər bir hadisəyə, reallığa öz münasibəti, fikri var idi. Ancaq bir ideya var idi ki, Qarayev ona ömrünün sonuna qədər sadiq idi. Bu, əbədi, ölməz sevgi idi. Və bu sevgi onun həyatında da böyük yer tuturdu. Eləcə də müəllimlərindən gəlmiş bir ənənə. Qeyd etdiyimiz kimi, Qara Qarayevin həyatında dahil və görkəmli şəxslər misilsiz izlər qoymuşlar. Üzeyir Hacıbəyli, Şaroyev, Aleksandrov və dahi Dmitri Şostakoviç.
Şostakoviç isə onun həyatında və yaradıcılığında bir mayak olmuşdu. Qara Qarayev və Dmitri Şostakoviç 20-ci əsr musiqi mədəniyyətinin iki nəhəng siması və müəllim-tələbə münasibətindən doğan yaxın dost olmuşlar. Moskva konservatoriyasında Şostakoviçdən dərs alan Qarayev onun yaradıcılıq prinsiplərini mənimsəyərək Azərbaycan xalq musiqisinin elementlərini müasir simfonik dillə sintez etmişdir. Şostakoviç Qarayevin istedadını yüksək qiymətləndirmiş və ona musiqi dünyasında avtoritet həm də dost olmuşdur. Onların əlaqələri təkcə musiqi ilə məhdudlaşmayıb, həm də şəxsi hörmət və yaradıcılıq pərəstişinə əsaslanırdı. Mən o dərəcədə özümü qüvvələnən, güvənən deyiləm ki, Qara Qarayev kimi böyük bəstəkardan söhbət açarkən mənim şagirdim ifadəsini işlədim. Lakin mən həmin görkəmli musiqiçinin, eləcə də Azərbaycan simfonizminin digər nümayəndəsi Cövdət Hacıyevin Moskva konservatoriyasında başçılıq etdiyim bəstəkarlıq sinifində çalışıb, yetkinləşdiyi ilə hər bir zaman övünəcəm. Bu sözləri dahi Şostakoviç Qarayev haqqında demişdi. Biz çıxışımızda Üzeyir Hacıbəyov dahiliyinə, Qara Qarayev dahiliyinə toxunduq və bu söz əbədi onların yaradıcılığında həkk olunmuşdur. Və bu sözün də öz mahiyyətini Qara Qarayev layiqincə yerinə yetirmişdir. Sağlığında dahi adlandırmaq təklik adamlara nəsib olmur. Deyilənə görə Qara Qarayev və Nazim Hikmət mühüm tədbirdə iştirak etmək üçün birlikdə konsert salonuna yollanırlar. Qapıda Qarayev şairə Nazim əfəndi, buyurun, deyir. Nazim Hikmət cavabında, xeyr, öncə siz içəri buyurmalısınız, deyə israr edir. Qarayev Nazim Hikmət şəxsiyyətinin və şairdən 16 yaş kiçik olmasını nəzərə alaraq ona bir daha Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz, deyə müraciət edir. Nazim Hikmət isə əvvəlcə dahilər, sonra böyüklər deyərək Qarayevi qucaqlayıb irəli salır. Bu adı Qara Qarayev layiqincə həyatında göstərdi. Növbəti musiqi nömrələrimizə keçid edirik. İldırımlı yollarla baleti, böyük rəqs səhnəsindən fraqmentlər ifa edirlər Mətanət Nurullayeva, İranə Əliyeva.
Gürcüstan təpələrində və Mən sizi sevirdim romansları. İfa edir Regina Məcidova. Fortepianoda müşayiət edir 10-cu sinif şagirdi Nur Cəfərli. Müəllim Professor Könül Hüseynova. И где бы я ни был, в самых прекрасных местах, в самых прекрасных городах, в самых благоустроенных городах, где бы я ни находился, где бы я ни жил, никогда не прекращается какое-то чувство
неразрывной связи вот с этой небогатой по своей природе земли. Это место тебя все время тянет. Это как какая-то струна в душе, немножко печальная, потому что ты от нее, от этих мест сейчас далек. Эта струна немножко печальная, она все время звенит. И это, я бы сказал, какая-то такая очень завуалированная и спрятанная в глубине души ностальгия. Ностальгия, которая никогда не прекращается. Yedi Gözəl baletindən Vals. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoreografiya şöbəsinin müəllim və şagirdlərindən ibarət rəqs truppası. Solist Emin Əzizov. Bədii rəhbər əməkdar artist Tamila Əliyeva. Çıxış üçün söz verilir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül xanım Hüseynova.
hörmətli tədbir iştirakçıları, hörmətli İbrahim müəllim, bizim hörmətli direktorlarımız və dəyərli musiqiçilərimiz. Hər birinizi Qarayev sənətinin işığına toplaşdığınız üçün təşəkkürümü bildirirəm və doğrudan da böyük qürur hissi keçirdirəm ki, ölməz bəstəkarın adını daşıyan Qara Qarayev adına Mərkəzi Sənət Məktəbi bugün Qarayev sənətinin ildırımlı izləri ilə şərəflə, qürurla addımladığını göstərdi. Onlar bu mötəbər adı böyük ruh yüksəkliyi ilə daşıyaraq Qarayev yaradıcılığının ən ecazkar, ən əsrarəngiz nümunələrini bugün sizlərə təqdim etmiş oldular. Və mən əminəm ki, artıq əlinə alınmış bu konsert tədbirimiz uzun illər boyu davam etdirəcək və nəinki Azərbaycanda ölməz bəstəkarımızın sənətinin bütün dünyanı fəth edən əsərləri qədər dünyanın mötəbər səhnələrində səslənəcək. Hər birinizə təşəkkür edirəm və hər zaman musiqimizin və mədəniyyətimizin keşikçisi olan bizim hörmətli qonağımız, Bakı Baş Mədəniyyət İdarəsinin rəisi, hörmətli İbrahim müəllim Əliyevi səhnəyə dəvət etmək istəyirəm. Buyurun İbrahim müəllim. Axşamınız xeyir, əziz xanımlar, bəylər, əziz qonaqlar. Mən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivini təbrik edirəm. Mənə elə gəlir ki, yoğun bir iş gününün sonunda biz dəyərli müəllimlər və şagirdlərin ifasından ruhumuz dincəldi. Həqiqətən Könül xanım qeyd elədi, Qara Qarayev məktəbində işləmək, təhsil almaq iki qat məsuliyyət hissi yaradır. Mənə elə gəlir ki, həm şagirdlər, həm müəllimlər bu məsuliyyətin öhdəsindən yetəri qədər gəldilər. Bugün Qara Qarayevin doğum günüdür və bu münasibətlə bu gözəl tədbir baş tutubdur. Əsası Azərbaycan musiqisinin əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan musiqimizi mənə elə gəlir ki, Qara Qarayev ikinci dalğada çox uğurla davam elətdiriblər. Qara Qarayev deməli həm gözəl sənətkar, dahi bəstəkar, eyni zamanda da ictimai-siyasi xadim olaraq Azərbaycan musiqisinə böyük töhfələr vermişdir. Bayaq biz videoçatda izlədik, hörmətli professor Cəlal Abbasov qeyd elədi. Mən də o fikrə qatılıram, bəlkə də ictimai işlər, biraz tədris prosesləri, tədris yükü az olsaydı, daha çox, daha möhtəşəm əsərlər yaradardı Qara Qarayev. Mən bir daha Könül xanım başda olmaqla Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivini təbrik edirəm. Onlara fəaliyyətlərində uğurlar arzu edirəm. Dəyərli xanımlar və cənablar, hörmətli musiqisevərlər, bugünkü konsertimiz başa çatdı. Hər birinizə dərin təşəkkürümüzü bildiririk. Gələn görüşlərə